1962-ci il idi. Hələ imamın hərəkatı tam başlamamışdı. Cənab Əsgəroğlu deyir ki, imamın yanına gəldim. İmam mənə buyurdu: "Cənab Əsgəroğlu, siz hazırsınızmı, yoxsa yox? Elə düşünməyin ki, qiyamımız və hərəkatımız bir məclis nümayəndəsini və ya bir naziri dəyişmək üçündür. Hətta elə düşünməyin ki, biz baş naziri dəyişmək istəyirik. Hətta siz elə düşünməyin ki, biz şahı dəyişmək istəyirik. Biz bu ölkəni islamlaşdırırıq, regionu islamlaşdırırıq, dünyanı islamlaşdırırıq. O zaman Həzrət Höccətə deyəcəyik: Ağa, dünya sizin gəlişiniz üçün hazır olub. Buyurun gəlin. Siz bu yüksək əzmi görün. Bu baxış tərzi, ağa biz bir kənarda oturaq, inşallah ağanın özü gəlib düzəldər deyənlərin baxışı ilə fərqlidir. Yəni onlara görə bütün bədəlləri İmam Zaman ödəməlidir. Biz isə heç bir iş görməməliyik. İmam belə deyildi. İmam deyirdi ki, bütün zəhmətləri biz çəkirik, bütün bədəlləri biz ödəyirik. O zaman Həzrət Höccətə deyəcəyik: Ağa, dünya sizin gəlişiniz üçün hazır olub.